Sabahın xeyir Azərbaycan. Əziz dostlar, bu Sarı divanımızda isti söhbətlərimizi davam etdirik. Sarının özündə bir gözəl istiliyi var axı. Bəli. Onun gələcəyini anons etmişdik, xəbər vermişdik. Mənim üçün doğrudan da uşaqlığımın, yeni yetməliyimin sevilən simasıdır, sevilən bir sənətkarıdır. Arzu Rızayev bizim studiyamızdadır. Xoş gəlib, səfa gətirib. Arzu müəllim, sabahınız xeyir olsun. Çox sağ olun, xoş gününüz olsun. Siz də həmişə kimi Dəniz xanım, Azər bəy, belə gümrah necəsə, mən necə görürəm sizin canlı, elə də qalasınız. Sizin kimi. Əlbəttə ki, bizi izləyən, bizə baxan tamaşaçılara da əlbəttə ki, mən salamlayıram. Hamınızın sabahı xeyir olsun. Belə gününüz belə xoş keçsin. Çox sağ olun. Amin. Biz çox şadıq sizi görməyə studiyamızda. Görürsünüz, elə musiqilərinizdən də eşitdiyimiz kimi enerjiniz də çox pozitivdir, gümrahsınız maşallah. Mən ümumiyyətlə gün adamıyam da. Adam var deyir, kimsə var dostlardan deyir ki, mən yağış adamıyam. Mən deyirəm, necə yağış? Deyir, yox, yağışda çıxım gezim. İndi mən heç kəsə deyim, hərəsinin bir subyektiv yanaşması var. Mən gün adamıyam. Günəşli fəsildə dünyaya gəlmişsiniz də ona görə. Əslində, Martda yəqin ki. Bəli, bayram axşamı da. Danışacağıq o barədə. Danışacağıq. Gəlin başdan başlayaq. Sizin musiqi yaradıcılığınızdan neçə yaşınızdan maraq oyandı sizdə? Kim sizə təşviq elədi, kim sizə dəstək oldu? Hansı alətlə başladı musiqi bağlılığınız? Hansı alətlə? Mən 6 nömrəli musiqi məktəbini, fortepiano sinifini... İnstrumental, bəli. Bitirmişəm. Sadəcə kim başlamışsınız? Bildiyiniz kimi, yəni biz faktdır da bu. Əslində, yaxşı müğənnilər, gələcəkdə yaxşı müğənnilər, əvvəl instrumentalist. Mən həmişə demişəm ki, zavodun direktoru olmaq üçün sifdə gerək o bütün toker... Fəhləsindən başlamaq lazımdır. O işləri biləsən. Əslində biz də fəhləyik, sadəcə biz prorab deyirlər də, o işin başında oluruq. Və ondan sonra 5 ildə nağara sinifini bitirmişəm və ona görə ritmikada böyük bir şeydir. Belə deyirlər də, insan orkestr. Bəli, bəli. Yəni bir neçə alətdə belə ifa edə bilirəm. Nə gözəl, nə gözəl. Düzdür, indi çoxdan da ifa edirəm. Evdə arada bir yoldaşım bir 30-da görə edirəm. O özü də... Buzunu əritdə bu musiqi ələtlərində. Müəllim edirəm. Yox, sən ondan sonra... Bizi izləyirsə salamlayırıq buradan. Bəli. Salam olsun. İndi baxırlar. Nə gözəl. Bütün ailənizə salamlar. Var Var ümumiyyətlə yeri gəlmişkən sizin ailənizdə bu musiqi yaradıcılığınızı davam etdirən kimsə? Var, mən böyük oğlum. O biraz rock üslubundadır. Heç yerdə də heç vaxtı mənim adımı çəkmir. Yəni ki, mənim filan var axı elə bir şey ki, adam var deyir ki, deyərəm atamın adını çəkin, mənim daha da hörmətim artsın. Heç vaxt adımı çəkmir. Məşhurdur yetərincə. Bəli, yetərincə. İndi belə yavaş-yavaş öz ləqəbi var. Deyə bilərsiniz. O sizin adınızı çəkmir, siz onun adını. Bu da küslüsünüz, olmaz axı belə zarafat edir. Rock üzrə, yəni belə deyim də, həm də müəllimdir, gitar müəllimidir, gitarla ilə məşğuldur. Yəni belə, amma yox, obrisilər belə deyim də, mənim sənətimi davam... Neçə övladınız var ki? Var, 3 övladım var. Maşallah. Biz sizin görüntülərinizi izləyirik, arxiv görüntülərinizi hal-hazırda. Gör neçənci illərin görüntüləridir. O gənc vaxtlar deyiyorlar. Burada da var kamera, bax, önə də baxa bilərsiniz rahatlıqla. Orada incə-mincə uşaq var. Allah, məndən darıqsınız orada. Bəli, bəli. Bu 80, belə deyim də, 6-cı 86... Profesional səhnəyə 85-də gəlmişsiniz, Arzu müəllim. 85-də, 80... O Almaz Ələsgərova ilə duetiniz var idi, dedi, hə? Səid Rüstəmov musiqisi. Bəli, bəli, o 86-cı ildə yazıldı. Əsas o profesional səhnədəki başlanğıcı. Hə, baba bunu deyir, biraz səsini artıra bilərik. Dövlət televiziyasını çəkilir. Amma sağolun, lap cavanlıq vaxtları. Səhv eləmirəmsə, nəğməli bağı görsə belə bir verilir. Arzu müəllim, sizi illər öncə, yəni biz mütəmadi olaraq efirlərdə, səhnələrdə görürdük. Sonra özünüz də etiraf edirsiniz ki, sanki bir durğunluq yarandı. Nə idi bunun səbəbləri? Özünüz müəyyən qədər geri çəkildiniz, yoxsa... Yox, mən həmişə demişəm ki... Elə bir bayram olmazdı, elə bir tədbir olmazdı ki, orada siz olmayasınız. Sözün açığı, axır vaxtlar mən çox... Biraz uzaq dururum efirlardan sözün. Onun da səbəbi var, nəyə görə? Bir
sizin efirdə ona görə, çünki mən doğrudan həmişə baxıram. Soruşanda məndən bir redaktor zəng vuranda mən təşəkkür edirəm Leyla xanıma da ki, yəni bugünkü gündə mən burada iştirak edim. Çünki mənə üçün linklar göndərdi, sözün açığı. Formatı biri var, o yüz eşilməkdən bir görmək deyirlər yaxşı. Baxdım, açığı bəyəndim onu. Dedim ki, mən həmişə deyəndə nəyə görə dedim, sizin də böyük zəhmətiniz var. Bu işdə bu səviyyəni saxlamaq məsələsi var. Mən həmişə demişəm ki, istər tədbir olsun, istər məclis olsun, çox adam deyir, el şənliyində. Mən həmişə səhv duram, bir çox aparıcılarda açığı, amma belə də kulis arxası deyirəm. Tamam, balam, bizim el şənliyimiz bir dənə var, o Novruz bayramıdır. Gedib xalqın toyunda iştirak edəndə onu deməzlər el şənliyi. O başqa şeydir, o toydadır. Nə demək istəyirəm? Orada da öz səviyyəvi qorumalısan. Fərqi yoxdur, o maddiyyətdən asılı olmayaraq öz, necə deyirlər, markanı saxlamalısan. Yəni sən orada heç nə də ola bilməz, bir çox miqdar da ola bilər, sən öz səviyyəvi. Mən də nəyə görə deyirəm, həmişə zəng vurandı mənə. Deyəndə verilişə dəvət edin. Deyirəm ki, biraz yanımda deyirəm, kimli qonaqdır. Kimlə, deyirəm, mən hamısı ilə dostluğum var. Bir adamın bostanına heç vaxt daş atmamışam. Belə, yəni, yəqin üzümdən görünür, mən xeyirxah insanım. Yəni, çox yumuşaq xarakterli insansınız, nikbir insansınız. Deyirəm, bir dənə bir söz deyim, deyirəm, soruşuram ki, deyirəm, birisi nəyə görə soruşuram. Yanımda, deyirəm, çağıranda abırlı adam çağırıram, bir kəlmə. O abır məsələsi biraz son illərdə ona görə də səbəb də odur. Biraz kənara çəkilib, belə deyim də yumuşaq. Çəkilə gedir, yavaş-yavaş yox olur. Sərhəd pozulur, o bir söz. Yox olmursunuz, bu cür görüntülər var, insanların xatirələri var. Hə, əlbəttə bir dənə onlar yaşadır bizə. Ona görə də mən həmişə deyirəm ki, yanımda əgər kimisə dəvət edirsə, demirəm ha, belə biraz böyük çıxması, biraz abırlı adam dəvət edirəm ki, yanımda oturan mən də, nə o mənlə belə sıxılsın, nə də mən də xəcalət çəkməyim. Arzu müəllim, mən istərdim yaradıcılığınıza 94-cü ilə qayıdaq. Bilirik ki, siz Elçin İmanovla Bakı şansonunu diriltmişdiniz. Bəli, biz bərpa eləmişdik. Bərpa eləmişdiniz və məhz Bakı şansonu və bugünkü gündə ümumiyyətlə, həm mənə maraqlıdır ki, necə oldu ki, siz bu janrı seçdiniz? Bəlkə də bu janr sizi seçib, necəsə belə alınıb və ümumiyyətlə, bugünkü gündə Azərbaycanda, Bakıda şansonu necə qiymətləndirirsiniz? O vaxtı qoy, mən iki kəlmə o vaxtdan danışım. Buyurun. Biz 94-cü ildə Elçin İmanov mənim tələbə yoldaşım, dostumdur. Bir yerdə oxumuşuq, bir parta necə arxasında oturmuşuq. Mən ali təhsildən danışıram. Və onda həmişə var idi o belə bir şeylər. Sonra institutu artıq bitirmişdik. Mənə xəbər çatdı ki, Elçin bir maraqlı bir şeylər yazır. Deyim, ablam, mən axı Rus dilində idi bildiyimiz kimi o vaxt. O bilsiz nəyə görə? Bütün bizim həmvətənlər üçün, əvvəldə Zastavkada gedirdi ki, xaricdə yaşayan həmvətənlər üçün Rus dilində ona görə ki, hər adam başa düşsün onu. Çünki bir çox bizim, məsəl, Yahudi dostlarımız var, o çox köçmüşdü. Məsəl, burada Rus millətindən Bakı adamları köçüb gelmişlər, onlar başa düşsünlər ki, bu nədən gedir, bəhs edir. Onu biz yazanda, mən demişəm, 20 mahnıdan 12 mahnı seçdik və o vaxtı mən deyim, mən Rus dilində oxumamışam axı. Xalq mahnıları oxumuşam, bəstəkarlarla, bir çox bəstəkarlarla həm, necə deyərlər, iş birliyimiz olub. Amma durub bildim, başa düşməzlər. İlk təcrübə idi sizin üçün bu demək ki. Necə? İlk təcrübə idi sizin üçün. Təcrübə idi, bu biraz necə inqilab. İnqilabda bilirsiniz ki, biraz nə deyirlər, dəyər deyməcə, şər düşməzə olur. Birdən deyirəm, olmaz belə, olar belə. Özdə orada heyət gördüyümüz kimi, eşitdiyimiz kimi də, mən bildiyim Eldar Edi Zeynalov, Bahçe deyirlər ona hamıca, o bizim qolumdur. Onu dəvət etmişim, saksafon. Alt saksafon, çünki sonra akordeon, Teymur. İndi də oğlu yəqin eşitmişsiniz, Seymur. Onun atası çalıb oldu. Teymur, mənim uşaqlı dostum. Akordeonu birinci dəfə götürmüşdü əlinə. O qarman çalan, çox gözəl qarman çalan. Deməli, onu götürəndə çox adam inanmadı. Çünki bu, deyim, yox, balam, bu şeydir, birinci dəfə götürüm. Wiltmeister akordeon tapmışdı, onun üçün getirmişdik. Çoxu da, sonra bir ara yadımızdadırsa, o vaxtı çox zərb aləti. O dəbdə idi. Bütün nağara çalanlar keçmişdilər zərbə. Bir çox. Neysə, orada da İlham, mənim dostum Mirzəyev. Onun da oğlu, Ağa Mehdi, yəni, yəqin, bunlar bu, nə deyirlər, bu, belə deyim, dinastiya kimi də davam edir bu. O idi. İlham, özə gedir National Drums, İlham Mirzoyev. National Drums. Milli zərblər. İlham çağırır bu, yazanda bunu. Deməli, 3 ay yarım onu işlədik. Faiq Babayev İncəsənət İnstitutunun
studiyasının rəhbəri. Bəli. O çox onun zəhməti oldu orada. Allah ona da can sağlığı versin. Yəni ki 3 ay yarım biz səhər saat 8-dən səhər, axşam saat 8-ə qədər elə çalışmışıq, işləmişik. Onda da İlham çalır, dedi, bizi vurarlar. Dedim, balam nə iş vururlar? Yox, akordeon filan, o üzdən İran qonşularımız o vaxtı çox istədirdi. Eksperimentlər o vaxt həm də nə dərəcədə böyük bir qorxu. Əlbəttə ki, o bir risk idi. Belə, mən onu gözüm inqilab dedi. Dedim, ay balam, vursalar məni vurucu elə, sən nə iş vururlar? İrəlidə mənəm. Dedi, yox belə, amma dedim, əslində deyirəm, o bizim musiqidir, Bakı musiqisidir. Ümumiyyətlə, necə qarşılandı? Bu, düşündüyünüz qədər qorxulu oldu, sizə olan geri dönümlər, sözüm təzyiqlər açığı, 3 ay yarım işləyəndən sonra onda kasetlər vardı yadınıza gəlirsə. Deməli, bir dostumuz o kaset, o məşğul idi ona satışı ilə. Şəhərdə bir də gördük, yayılıb, bütün hər yer yayılıb, o yazılan cürəbəcə şairlər deyir, bu Kaliforniyada yaşayır, gəlib oradan bura, burada yazdırıb bunu. Özü çıxıb gedib gənə də ora. Belə bir şeylər, axırda İlqar vardı, Bakıxanov, mənim dostum. İlqar dedi ki, sən bilirsən ki, sənə deyir, burada gələk biz görməyək, sən o tərəfdən gəl. Dedim, nə danışsan sən? Belə deyirlər. Dedim, deyinən onlara ki, sağ-salamatım buradayam, heç elə gedməmişəm, burada yaşamışam, burada da yazdırmışam, yəni bu belə. Yəni, belə də bu qədər. İndi şanson... Xatirələr dolusunuz. Bəli, ondan sonra deyirəm də, o biraz deyəndə deyirlər ki, biz çox vaxtı klarnetlə akordeon işlənirdi. O üzdən İraq qonşularımız, o yaxşı... Klarinet var, elə... O saksafondur. Üzr istəyirəm, bu Flora Kərmova ilə Şəvə kimidir saçları. Saksafon. Eldar birinci dəfə, bəli, Flora xanımla duetimizdə birinci dəfə efira mənlə çıxmışdı Eldar Zeynal. Biraz dinləyək. Nazim Qəmərlinski, Allah rəhmət eləsin. Neçənci ildir? Sözləri Mirvarid Dilbazi. Bu, saat deyim, 90 əvvəlləri. 90 orada çünki Rafiq Babayev, Allah rəhmət eləsin, orada Estrada Simfonik Orkestri müşahidə edir. Neçə sənətçi ilə duetiniz olub, sənətkarla? Bizim duetiniz var. Duet mənə bir ara duetçi istəyirdi. O deyirəm də. Deməli, birinci Almazla olub, sonra Flora xanımla, sonra Aygün Məlikov mənə neçə il o işləyib, bilin, artıq Almaniyada yaşayır, neçə illərdir. Nailə Beydullayeva, Alim Qasımovla bir yerdə o klipləri də var. O arabanın üstündə Nailə, o da Amerika Birləşmiş Ştatlarında yaşayır. O vaxt belə dəb idi duetlər? Yox, duet deyəndə nə bilim, nəsə, Almazın sözün açığı mən özüm təklif elədim. Dedim ki, belə bir mahnı var. Yəni, mən onu tək də ifadə edə bilərəm. Amma ki, özdə burada müşahiddə Cəmil Əmirov. Bəli, Cəmildir, orada sonra Tofiqdir Cabarov. Yəni ki, belə, sonra kimdir, Rauf Sultanovdur, bas gitarı. Yəni, belə bir müşahiddir. Təklif elədim, dedi, nə olar? O belə şeydir, belə maşallah almaz. Gedə eləyək. Yəni ki, indi də. Ay, bilmirəm, bəkəm eləməliyik, bəkəm necə çıxar. Çox giribaş, çox enerjili. Arzu müəllim, biz musiqi karyeranızdan danışdıq, amma mən bilirəm ki, sizin karyeranız boyu eyni zamanda kino karyerasında aktyorluq qabiliyyətiniz də yüksək səviyyədə olub. Bu haqda istərdim danışmaq. Onu mənə deyəndə... Necə olub? Necə olub deyəndə ki, o mənə adətən... Çox möhtəşəm aktyorluq qabiliyyəti. Mən bir dənəsə baxmışım, vaxtı toy... Məşədi Bə? Qış nağılı. Qış nağılı. Arzu müəllim, siz orada neynəmişsiniz? Yox, bir 20 il öncəli haradasa. Özdə bir söz deyim, o qış nağılı sözün açığı, orada ssenari yazılmışdı. Özdə ssenari, bu qalınlıqda ssenari var. Deməli, o ssenari yazılıb, əziyyət çəkilib filan. Gəldik, çıxdıq orada Allah rəhmət etsin Rüfətə, Mexçiyev. Rüfət orada bir lezgi balasını oynamalıdır. O deyir ki, mən onu necə deyim? Mən sənə 2 kəlmə deyim, açar kimi də deyim sənə. Can sıxar, sən dərsə özünə aranjировка. Şimdi neysə, maşallah. Deməli, orada o ssenariyə görə biz orada oynamamışıq. Gəldik, çatdıq, hamısı da o belə loru dinlənir, duzlar yığışıb orada. Nə eləyək? Orada kim idi? Mən idim, Eyyub idi, Flora xanımız da vardı orada. Sonra rəhmətlik Aygün bəylər, o da orada idi. Yəni bir çox... Siz həm də aktyor kimi kəşf elədim, mən özüm uşağı idim. O qədər o ssenariyi qoyduq qırağa ssenarini. Yaxşı, onu özümüz eləyib. Dedim, onda mən özüm necə fikirlərim? Qoy bir dənə bir özüm
göstərim... İlk təcrübəniz idi aktyor kimi onda? Yox, ondan qabaq mən nəsə çəkilmişdi? Drongo filmində bizim o Yavər Çingiz Rızayevin Abdullayevin... filmi Xeyirlə Şər qarışanda. Yox, Drongo'da Ivor Kalniş oynayırdı başrolda. Orada Bakı səhnələrində, orada da mən bir epizodik rol idi. Sonra MTV-də rol aldım. Zinovi Roizman çəkirdi. Ən çox sevdiyiniz rol hansı olub? Ən çox sevdiyiniz layihə hansı olub? Sonra Meştibadın özündə oynamışam o vaxtı. Əhməd Orucoğlu'nun ssenarisi idi, mənim yadımdadır. Dedi ki, Meştibad, qoydum qabağıma kaseti. Dedim, mən bunun hərəkətlərini əzbərliyim. Elxan idi Cəfərov rejissor. Özdə Tarix Muzeyində çəkilirdi. Qrim, filan, saqqal, nə bilim, qaş. Oxşadmış da bir gülməli bir şey danışım. Çıxmışam, indi hamısını siliblər, qaşlar qalıb. Gəlmişəm evdən də... Yaddan çıxır, yoxsa necə? Yaddan çıxır. Evdən də tez, bilirsən, o kley, onu gələk, o yaş salfetka ilə çıxmışam, maşına binmişəm. Evdən ki, çörək al gələndə. Girmişəm marketə, o mərkəzi balaca. Girdim içəri, görürüm, oğlan belə baxır, mənə snayper kimi belə burama baxır. Dedim, bu nə tapır? Niyə aldı bunun ortasına baxır? Bu şimdi deyirsən, yəqin ya haramsa, o deyir, yaxam açıqdır, yəni. Dedim, yox, çörəyi aldım, belə baxa-baxa da bağlı, belə düz yola saldı mən. Gəldim evə çatdım, açdım, girdim güzgün qabanı gördüm, bir dənə var belə içinə, qaşlar, qəlim belə. Hətkeş bir dənə belə. Bəli. Yəni, demək istəyirəm, mən soruşanda keçədirim, mən işim yoxdur heç kəs. Rejissor özü, yəqin, görür də bir, nəsə, onlar axı o başqa cürə yanaşırlar. Hamının görmədiyini görə bilir. O dəvət eləyəndə o rejissorun öz fikridir, dəvət eləyir. Mən həmişə canla başla iştirak eləmişəm. Arzu müəllim, gələn ay 62 səhv etmirəmsə yaşınız olur. Sizcə necə bir ömür yaşadınız? Yəni bu 62 illik ömrünüzün ən böyük uğuru sizcə nə oldu? Ümumiyyətlə bu illər sizə nə qazandırdı? Belə dönüb belə o 62 ilə baxanda nə fikirləşirsiniz? Sözün açığı nə fikirləşirəm? O bir səhnədə həyatdır da, uzanıb gedir öz üçün. Belə, amma adətən yaxşıdır. Təşəkkürümü bildirirəm ki, o, belə deyim də, çox şablon bir sual arada bir verilir. O sualı vermədiniz mənə. Siz yenidən həyata gəlsəydiniz, bu nə illərə olardınız? minnətdarsızmı, razısızmı bu ömür payından? Yaxşı mı keçdi sizcə? Allah bərəkət versin. Razılaşdıq hələ bir. Əsas o sualı vermədiniz. Deyir ki, siz biz o kim olardınız? biz o bilmirik o sualları. O bilinmir, o bizlik deyil. Ola bilər süpürgəçi olardı. Amma bir atalar sözü var, o süpürgəçini əlbəttə demədim. Deyir, süpürgəçi ol, yaxşısından ol. Əsas odur ki... Kamil bir palançı olsa. Bəli, keyfiyyətli işi görəsən, ümumiyyətlə, hər işi və hər bir sənətlə məşğulsansa, o işə məhəbbətlə, sevgi ilə yanaşmalısan. Çünki inanın mənə ki, tamaşaçı da, izləyici də belə deyim də, yəni mən tək efir mənasını demirəm. Bir işi görürsənsə, məsələn, tutaq ki, bu çap eləyirsən, bunu keyfiyyətlə elə ki, çünki o sünilik, inanın ki, görünür o. Valla. Arzu müəllim, indi yaradıcılığınız necə gedir? Yaxın zamanda nə yenilikləriniz var yaradıcılığınızda? Bu haqda da həm bizə, həm də izləyicilərinizə məlumat Bizə rejissor otağından deyirlər ki, klip çəkdirin, yoxdur, təzə klip verin. Özdə belirlər, klip. Bir məzəli klip var, onun da rejissoru mən özüm olmuşam, sözün açığı. Bizim operatorımız da Qurusçu operator Əlövsət Aslanov. O çəkib onu çox içəri şəhərdə, o vaxt o Canım klipi. Nə vaxt çəkilib o klip? O bir neçə ildir yəni çəkilib. Biz təzə istəyirik. Biz o piratlıqla filanla ki, bir ara məsələlər böyüdü. Ona görə o açığı o boyda ona xərc qoyub, oradan bir, belə deyim də, xeyir... Amma niyə çox ekonom büdcə ilə də indi cavan uşaqlar var? İnanın ki, telefonla elə qəşəng bir ekran nümunələri çəkirlər. O rolik daha gedir. Daha adı onun daha rolik. İndi rolik. çox daha dəbdə deyil də, gəldi, gördü, ayda. Amma ki, süjet xətti. Nə bilim, arada bir söz, mən heç vaxtı, indi birisi də bir telefon çıxanı, var dostlardan canlı efir, ara çıxır, mən heç vaxt oynamamışım. Bir gün bir xeyir iş vardı, mənim yadımdadır, müraciət edirəm. Sizin bir, nə deyilə, çəkilişləriniz yoxdur. Dedim, mən elə məclislərdə iştirak eləmişim ki, o kim razı olar ki, o məclisdən o adamlar düşdürür. Mən dedim, çəkiliş yoxdur, ona ehtiyac yoxdur axı. İndi belə şeylər, bir söz dəb dəyişib. Mən həmişə demişəm ki, biz qabaq 1000 metr lenteyi 45 dəqiqədə, o vaxt 48 surəti ilə vurur da qoltuğumuza gəlirdik. O lentdən verirlər efirə onu. Yəni bu bizim operatorlarımız hamısı bunu şahid bilirlər, görürlər. O vaxtı belə idi. Amma indiki zamanda bu boyda flaşkadır, bütün ömür boyunu hələ oxumamısan, hələ bundan sonra nə oxuyacaqsan, hamısı onun içine yerləşir. Bir zaman
dəyişib, tələbat dəyişib. Ona görə də mən, bilirsiniz, mən bir söz deyim də sizə, o düz arxaya baxanda, var ağıllı insan, bir də var müdrik insan. Ağıllı insan hər şeyi başa düşür, hər şeyi bilir. Yəni, bu ağıllıdır da. Amma müdrik neylə fərqlənir ondan? Artıq bu yaşda müdrik, doğrudan o, mən qabaq onu başa düşmürdüm. İndi böyük oğluma deyirəm, sən hələ bu yaxınlarda 40 yaşın olacaq. Sən hələ bir inşallah 20 ildən sonra yəqin ki, bu çıxarsan mənim sözümə. Müdrik odur ki, artıq hər şeyi başa düşür, amma daha artıq heç nəyə Onu kədərlənmir. siz başa düşürsünüz də yəqin ki, çünki efir bitirər. Bilirəm, əlbəttə. Təşəkkür edirik Arzu müəllim. Can sağlığı arzulayırıq sizə. Əziz dostlar, nəzərinizə çatdıraq ki, efirimizin qonağı çox sevimli, istedadlı müğənnimiz Arzu Rzayeva idi. Bizim isə bugünlük efirimiz sona çatır. Sağlıqla qalın. Hələlik.